Hər vaxtınız xeyirli olsun. Dünən 2 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu. Respublika üzrə 23 nəfər maksimum 300 balı topladı və bu 23 nəfərin timsalında hər birinizi təbrik edirəm. Əgər siz 2 mart tarixində keçirilmiş buraxılış imtahanında açıq tipli, yəni yazmaq tələb edən suallara verilən baldan narazısınızsa, Dövlət İmtahan Mərkəzində yaradılmış apellyasiya komissiyasına müraciət edə bilərsiniz. Apellyasiya komissiyasına müraciət onlayn qaydada DİM-in saytı vasitəsilə həyata keçirilir və bunun tarixi 14-16 apreldə mümkün olacaq. Başqa bir tarixdə müraciət etsəniz, müraciətiniz qəbul edilməyəcək. Apellyasiya komissiyasına müraciətlə bağlı texniki dəstək istəsəniz, bizimlə əlaqə saxlaya bilərsiniz. Bununla bağlı 051 346 14 38 WhatsApp nömrəmizə yazıb əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.